Mən xanımlar sual verirlər ki, doktor, lazer aparatı ilə hansı müalicələri həyata keçirirsiniz? Lazer aparatı ilə ilkin olaraq biz ən çox istifadə etdiyimiz təbii ki, uşaqlıq boynu patologiyalardır və kondilomaları zillərin götürülməsidir. Çünki bu əsas işimizin əsas hissəsini təşkil edir. Uşaqlıq boynu patologiyalarında səhifədə də paylaşdığım kimi lazer müalicəsi ilə çox gözəl effektlər əldə etmişik və digər bir lazer müalicəsinin effektivi klimakterik dövrdəki atrofiyalardır. Atrofik vaginal dəyişikliklərdir. Belə durumlarda da lazer müalicəsi effekt verəcəkdir. Bir növ sizdə uşaqlığında cavanlaşma yaradacaqdır. Cavanlığınıza belə deyək, qaytaracaqdır sizi və lazer müalicəsinin stres sidik açılmada çox gözəl effektləri var. Sidik açılma problemi varsa, askırma öskürmə zamanı bu zamanda lazer müalicəsi bizim köməyimizə gələcəkdir və vulva nahiyəsində dəri qaralmaları olur ki, bu qaralmalar xanımlar çox narahat edir. Belə durumlarda da əgər yenə estetik görünüşü bərpa etmək istəyirsə, yenə də bizim köməyimizə lazer müalicəsi gələcəkdir. Lazer aparatımız dünyada bir növlədir və bu aparat vasitəsilə həqiqətən də möcüzəvi effektlərə, möcüzəvi nəticələrə nail oluruq. Hər birinizə gözəllik və sağlamlıq arzu edirəm.